Buruc surəsi Məkkədə nazil olmuşdur. 22 ayədir. Bağışlayan və mehriban Allahın adıyla. And olsun bürclər sahibi olan göyə, and olsun vəd olunmuş günə, qiyamət gününə. And olsun şəhadət verənə və haqqında şəhadət verilənə ki, Nəcrandan İsa'ya iman gətirmiş kimsələri yandırıb külə döndərən xəndək sahibləri lənətə düçar olub qətl edildilər. O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı. O zaman onlar xəndəklərin kənarında oturub, öz əskərlərinin, möminlərin başlarına gətirdiklərinə, müsibətlərə tamaşa edirdilər. Onlardan, möminlərdən yalnız yenilməz qüvvət sahibi, hər cür şükrə, tərifə layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar. O Allah ki, göylərin və yerin ixtiyarı onun əlindədir. Allah hər şeyə şahiddir. Şübhəsiz ki, mömin kişi və qadınları dinlərdən döndərmək üçün bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb yaxan atəş əzabı gözləyir. İman gətirib yaxşı əməllər edən kimsələri isə ağacları altından çaylar axan cənnətlər gözləyir. Bu böyük qurtuluşdur, uğurdur. Həqiqətən sənin Rəbbinin intiqamı çox şiddətlidir. Həqiqətən insanı yoxdan var edən və öldükdən sonra təkrar dirildən odur. Bəndələrini çox bağışlayan, çox sevən də odur. Ərşin sahibi də, şanlı şərəfli olan da odur. O istədiyini edəndir. Ya Peyğəmbər, orduların xəbəri gəlib sənə çatdı mı? Fir'on və Səmud ordularının. Xeyr, kafir olanlar səni və Qur'anı elə hey təksib etməkdədirlər. Onların bütün ixtiyarı Allahın əlindədir. Xeyr, o şeir deyil, şanlı şərəfli Qur'andır. O lövh-i məhbuzdadır. Qur'an Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz. O heç zaman təhrif olunmaz.